Acılar qaynanam gelib Gerikdən, yəni bostandan toplayıb xiyar. İndi xiyar turşusu hazırlayırıq. Yəni adım necə hazırlayır? Keçən dəfə demişdiniz duzu azdır. Onu da qeyd edəcəm. Görüm duz nə qədərdir göstərəcəm sizə. Hamısını çəkib sizə göstərəcəm. Sadəcə indi labroris gətirib qaynayır. Labroris təmizləyir. Deyim ki, bütün növ turşularda bu labrorisdən istifadə edirik. Bir yandan da çörək pişirir. Bu da kündəliyib. İndi bunu qəşəngcə təmizləyək, qoyaq qurusun labroris yarpağı. Ondan sonra isə keçək xiyar turşusunu hazırlamağa. Deməli qızlar, əvvəlcədən sarımsaqları suda isladırıq. Sarımsaqlar suda islananda qabıqları yapışmır, soymaq rahat olur. Mən bunun bir dənə türk aşpazı var. Ondan öyrənmişdim. İllərlə ki elə eləyirəm. Əvvəlcə suda isladıram, sonra qabıqlarını soyuram. Deməli qızlar, yenidən xiyar turşusu hazırlayırıq. Keçən dəfə tam da yaxşı bəzi şeyləri izah edə bilməmişdim. Siz də sual verirsiniz. Cavab verə bilmədim. Bu dəfə dedim ki, qoy çəkim. Həm siz görün, həm mən öyrənim. Həm də qaynanam suallara cavab versin. Deməli qızlar, qaynanam deyir ki, əgər istəyirsinizsə bu ədviyyatların, göyərtilərin dadı yaxşı canına keçsin xiyarın. Baxın, iki tərəfindən belə xiyarı deşir. Yəni deşmədiyi də olur, deşdiyi də olur. Yəni əgər dadının daha çox abartılı, gözəl olmağını istəyirsinizsə, belə deşin. Baxın, indi qaynanam deşir. Mən sizə göstərirəm. Baxın, iki tərəfdən biri belə. Başlarını da kəsə də bilərsiniz, kəsmir də. Biz keçən dəfəki balonda ümumiyyətlə başlarını kəsmədik. Bu dəfə eləyənlərdə isə qaynanam həm baş hissəsini, həm də ayaq hissəsindən kəsdi. Bir də bu dəfə qaynanam biber tökəcək. Keçən dəfə də balonun birinə biber vurmuşdu, birinə vurmamışdı. İndi bir balona nə gedir? Gəlin onu çəkək paylaşaq. 4 ədəd dəfnə yarpağı, bu qədər petruşka, Türklər demişlər maydanoz. Ondan sonra bu şüyüddür, quru şüyüddür. Qızlar bunu tökəcək, biber tökəcək. Bu nədir mama? Kişniş deyirsən, da yox. Canlı şeydir, kərözlü. Kərözü çox vurmaq lazım deyil. Çox vuranda duzda turş olur. Bu kərəvüzdürlər. Petruşka nə kərəvüz, başqa şeylərdir. Başqa. Deməli qızlar, bu kərəvüzdür, quru kərəvüz. Bu şüyüddür, bu petruşkadır. Şirin su. Şirin biber. Bir balona çekiyor. Bir balona, Bu güclü su atır. Bax. Bu bəsdir. baxın, bir balona bu qədər acı süd qaynam deyir, bəsdir. Dəhşət çox acı olanda mədə bağırsağında problem olanlara sonra yemək çətin olur. Bir balon içində bu sarımsaq. Bir balon içində bu qədər sarımsaq. 3 kilonun balonun içində bunlar. İndi qaynam yığsın, nə tər eləyir? Yəni bunları göstərim. Əvvəlcə xiyarları balona belə əlavə eləyir. Yəni ümumi nə gedir, hamısı buradadır. Siz bu qayda ilə əgər eləsəz, dadını çox sevəcəksiniz. Yəni mən özüm də hazırlaya bilmirəm. Həmişə qaynam verir. Amma başqa adamların da verdiklərini yemişəm, başqa yerdə də yemişəm. Mən anam da xiyar turşusu hazırlayır. Onların içində ən gözəli qaynamın hazırladığıdır. Yəni dadlı, ləzzətli olur, uksuzsuzdur, sirkəsizdir. Yəni rahat şəkildə hamı yeyə bilir. Yəni uksuz istəyən adam, sirke istəyən adam bu xiyarın içinə bir balaca baş normalını çal pomidoru dilimləyib bir-iki yerdən qoya bilər. Bunun içinə qaynam deyir ki, kal pomidor yoxdur qızlar. Kal pomidor da qoya bilərsiniz. Bir dənə. Bir dənəsinə. Uksuz sirkə əvəzi bir ədəd pomidoru deyir. Doğrayırsınız 4 yerə ya 2 yerə. İndi baxır pomidorun böyüklüyünə. Bir-iki yerdən qoyursunuz. Bir-iki yerdən qoyursunuz. Olur sizə uksuz əvəzi, sirkə əvəzi. Sarımsaqları da belə baxın, içini doldurduqdan sonra hər tərəfə tökür ki, dadı qəşəng hər tərəfə yayılsın. Bax, stoğu qoyuram tən ortadan. Kərözünü qoyuram elə bir tərəfdən. Acı biberini qoydu, kərəvüzünü qoydu. Petruşka əlavə edir. Ortalarını eləyir ki, qızlar. Dadı hamısına çatsın. Bir dənə şirin stoğu da atıram elə buradan. Baxın, şirin biber də qoydu. Bax, bir dənə yarpaq qoyuram bu hissədən. Dəfnə yarpağından. 4 ədəd cəmi dəfnə yarpağı böyük. Çox ədiyə tökməzlər. Çox ədiyanı tökəndə o duzların dadı tamam olub həmin ədiyə dadır. Yəni deyir ki, yəni dadının ləzzətli olmağı üçün hər şeyi normasında tökəsən. Həddindən artıq nə çox olsun, nə az olsun. İndi bayaq çəkmişik. Bir həftə öncə hazırladığımızı da, onu da göstərəcəm sizə. Sonunda ona da baxarsınız. Bu üsulun hazırlığına peşman olmayacaqsınız. Yəni, həqiqətən çox ləzzətli olacaq. Bir də qeyd edeyim ki, bu xiyarlar bizim həyətimizin xiyarlarıdır. Yəni ağ, tikanlı xiyardır. Bu çox ləzzətlidir. Yəni xiyarların içində ən ləzzətlisi demək olar ki, budur. Mən qızlar, qaynanam bayaq göstərdiyimiz qaydada xiyarı yığdı balona. Elə bayaqki xiyarın hamısı demək olar ki, getdi balonun içinə. İndi sizin ən çox verdiyiniz suallardan biri, bir xörək qaşığı deyirsiniz, az olmazmı? İndi qaynanam göstərəcək duzunu nə tər tökür. Bu qaşıq baxın sort olur. Bu keçmişin xörək qaşıqlarındandır, ağır. Baxın, bu qaşıqla tökmama nə qədər. Bura qızlar 1 litr tutur bu dolça, qaynar sudur. Qəfədan da təzə qaynamış sudur, baxın. Ona bu qədər, baxın, təpələmə dolu bir xörək qaşığı duzu əlavə eləyir. Sonra qarışdırır. Balonu bilirsiniz niyə tökmür? Balona tökəndə deyir ki, duz eyni miqdarda paylanmır bütün xiyarlara. Amma isti suya, qaynar suya qatır. Elə qaynar-qaynarda xiyarın üzərinə əlavə eləyəcək. Dünən soruşurdunuz ki, pendir paylaşandakı bəs nə qədər duz? Pendirə də duzu o biri. Pendirə bu duzdan. Baxın qızlar, bu duz 1 kiloqramdır bu karton qutuda olanlar. 5 kiloqram pendir suyuna bir dənə bundan dolu tökülür qaynana. İndi bundan bir dolu xörək qaşığı götürdü. 1 litrlik dolçaya, təzə qap qaynar su olan dolçaya tökdü. İndi isə balona əlavə edir. Yəni narahat olmayın ki, ay şit olar, dadı pis olar. Yox. Bu xiyarın belə deyim də duzu, biberi,
Yəni mədə bağırsaqda problem olanları qəti şəkildə incitmir. Mənim qaynanam da mədə bağırsaq problemi yaşayır. Ailədə də yəni mədədə göynəmə problemi olanlar var. Ona görə hər şeyi diqqət ilə hazırlayır. Deməli qızlar, bizdə su biraz az olduğu üçün qaynanam üzərinə biraz da qaynar su əlavə elədi. Xiyarın üzərinə çıxacaq şəkildə olmalıdır su. Baxın bu şəkildə. İndi qalan prosesləri də bundan sonraki videoda izləyəcəksiniz. Ağzı necə bağlanır, necə olur. Bundan sonraki videoda görəcəksiniz. Deyirsiniz ki, xiyar çürüyərmi? Baxın ay qızlar. Həmin neçə gün olar? 6-7 gün var. Mən xiyar turşusu paylaşmışdım. Onun üstünə neçə gün keçir? Həmin paylaşdığımız xiyardır. İndi tərəsini yenidən dolduracaq, onu da çəkib paylaşacağım. Necə buz kimi. Baxın şüyüd qurusudur qızlar. Bax, xiyarın gözəlliyinə baxınca gözəl qalıb. Fikir ver. Baxın ay qızlar, xiyara baxın. Təptəzə. Təptəzə. İndi hələ Baxın nə gözəl qalıb. Bir həftədir. Əgər xarab olsaydı bu çoxdan xarab olmuşdu. hamısı buz kimidir, buz kimi. Görürsən? Budur. Təzədən xiyarı nətər balına doldurur, onu çəkib paylaşacağım. Bir də ki də o xiyarın neyini də qaşığı göstərəsiz, hansı qaşıq? Deyirsiniz ki, bir qaşıq bəs azdır, az deyil. İndi göstərəcək qaynana. Buz kimi xiyar. Bax nə qəşəngdir xiyarlar. Xiyarın ərinməz. Mənim dediyim üsuldan tutsalar heç vaxt ərimir. Qızlar, elə də qəşəng qoxusu var. Daha müsibət də. Bu aşla, zadla bir qəşəng gedir. Kartuşka qızartması ilə adi. Mən dəmir qapağın duzdağını heç vaxt xoşlamamışam. Qaynam dəmir qapaqdan heç vaxt eləmir. Bax, Arif indirin salafanı da keçirdi. Amma ağzına biraz bərk olsun deyə bax, ipdən. Bəlkə olsun da iplə. İp yoxdur, rezinlə, sarı rezinlə olur. Elə deyim ki, hava keçməsin. Yaxşı. Bir həftə əvvəl elədiyimizdir bu. Bu ucu qaldı qışa 2 kimi. gündən bunu yeməsəməz əgər yemək istəsən. Əgər yemək istəsən, 8-10 gün içində açıb yeyə bilərsən. Uca şeydir, görürsünüz ki, rəngini dəyişib. Bir də demişdiniz ki, rəngi suyun rəngi niyə bulanıqdır? Bu sirkəsiz olan turşularda birinci bu rəngi bu, təbiidir. Sonra çökəcək. Sonra bu dibindəki bu şey var, bu nə idi bunun adı? Bulanıqdır da, bu çöküntü çökəcək dibinə, şəffaf su alınacaq. Bu qapağını vur. Şu, hazır. Sonra da şəffafdır. Baxın qızlar, keçən dəfə bundan öncə bağladığımız xiyardır. Baxın, burada göstərdiyim kimi, bunun rəngi açılır. Bu hissə turşu, təbii bu turşu şey yeyirdi ya bunu, kəsirdi, duz kəsirdi. Bu hissələr çökür dibinə. Suyu get-gedə açılır.